iş mövzusunun izahlarına başlayırıq. Hansı prosesdə xarici qüvvələr ideal qaz üzərində iş görmür? İş görməməsi üçün mütləq izaxar proses olmalıdır. Yəni həcm sabit qalmalıdır A variantı. İzaxar prosesdə işi soruşursa iş görülmür. İzaxar sözü görürsən və axırda işi soruşursa yenə sıfıra bərabərdir. Çünki izaxar prosesdə həcm dəyişmədiyi iş görülmür. Deməli, sabit kütləli qaz hansı prosesdə iş görmür? V sabit qalmalıdır. İzaxar prosesdə o da 1, 4. Baxın, həcm sabit qalıb. Bir variantı. Deməli, baxaq. Burada nə deyir? İfadələrdən hansı düzgündür? Baxırıq ki, 1-2 prosesində temperatur sabitdir. Verilmiş kütləli dediyinə görə M də sabitdir. Düzdürmü? Baxın, onda ideal qazın daxili enerjisi dəyişməyəcək. Kütlə də sabitdir, temperatur sabitdirsə ideal qazın daxili enerjisi dəyişməyəcək. İndi baxaq. PV bərabərdir nRT-yə. Baxın, T sabitdir. Düzdürmü? Burada P artırsa, V nə olmalıdır? Azalmalıdır. Görürsünüz ki, P artır, onda V azalır. V azalırsa, bu sıxılma prosesidir. Deməli, sıxılıbsa, onda xarici qüvvələr müsbət iş görəcək. İdeal qaz özü isə mənfi iş görəcək. Ona görə qaz müsbət iş görür, yox. Qaz mənfi iş görür sıxılma prosesində. Xarici qüvvələr qaz üzərində müsbət iş görür. Cavab 2 və 3 Y variantı. Verilmiş kütləli ideal qazın sıxlığını mütləq temperaturdan asılı qrafik verir. Verilmiş kütləli M sabitdir. Burada ρ sabitdir. ρ sabit olduğuna görə V də sabitdir. Yəni ρ, V burada konstant qalır. Konstant qaldığına görə iş görülməyəcək. İndi baxaq. Temperatur artır. Temperatur artırsa və M də sabitdirsə, onda daxili enerjim də artmış olacaq. İş görülmür, daxili enerjisi artır C variantı. İdeal qaz bir haldan 2 halına keçərkən xarici qüvvələrin qaz üzərində gördüyü iş. İndi baxın. Burada nə olur? Bir haldan 2 halına keçəndə V artır. V artırsa, deməli ideal qaz özü müsbət iş görür. Xarici qüvvələr isə mənfi iş görür. Düzdürmü? Ona görə cavabım olacaq mənfi. Onda işi tapsaq, P sabitdə olacaq. P delta V-yə. Yəni P V2 çıxılsın V1. Cavabımı mənfi ilə qəbul edəcək. Çünki xarici qüvvələrin gördüyü işi soruşur məndən. Olacaq 4 vurulsun. 6 çıx ki, yəni 4. Olacaq 16. Həm də mənfi 16 kilojoule cavab B variantı. İzahlarına başlayaq. Hansı ifadələr doğrudur? Baxın, Porşeni zərblə aşağı itələməklə. Baxın, zərblə sözü var. Zərblə aşağı indirilirsə, burada Q sıfıra bərabərdir. Bu ədəbiyyat prosesidir. Bizə bilirik ki, Q nəyə bərabərdir? Delta U plus A iştirixə. Q sıfıra gedirsə, onda delta U mənfi A iştirixə bərabərdir. Deməli, burada qazın gördüyü iş mənfi olacaqdır. Və burada nə olur? Bir prosesindən 2 prosesinə keçəndə həcm azalır. Həcm azaldığına görə sıxlıqla həcm tərs mütənasibdir. Onda sıxlıq artacaq. Düzdürmü? Və adiabat prosesdə həcm azalırsa, onda daxili enerji nə olur? Artır. Cavab 2 və 4 A variantı. Kütləli ideal qaz bir halından 2 halına keçəndə qaz nə qədər iş görür? Baxın, bir halından 2 halına keçəndə V konstant qalıb. V konstant qaldığına görə iş görülməyəcək. Verilmiş kütləli ideal qaz bir halından 2 halına keçəndə onun gördüyü işi soruşur məndən. Baxın, həcm nə olur? Azalır. 5-dən gəlir 2-yə. Onda həcm azaldığına görə mənim qazımın gördüyü iş mənfi olmalıdır. Onda gəlin işi tapaq. A iştirix bərabərdir P delta V-yə. Düzdürmü? Olacaq 3 vurulsun. 2 çıxılsın 5. Bu da mənə mənfi 9 kilojoule verəcək. Cavab D variantı. İdeal qaz bir halından 2 halına keçərkən qazın gördüyü iş. Baxın. Burada bir haldan 2 halına keçəndə təzyiq 10 imiş, 20-yə gəlib, nə olub? 2 dəfə artıb. Temperatura baxsaq, 50-dən 100-ə gəlib, 2 dəfə artıb. PV də bərabərdir nRT-yə. Əgər təzyiq 2 dəfə artanda, temperaturda 2 dəfə artıbsa, onda burada nə olub? Mütləq V sabit qalıb. V sabitdə qalıbsa, burada görülən iş sıfıra bərabər olacaq. Sonra, ideal qaz bir halından 2 halına keçərkən qazın gördüyü iş. Baxın, bu fiqurun sayəsini tapsam, qazın gördüyü işi tapacam. Və bir də baxaq ki, həcm 1-dən 2-yə gələndə 6-dan 4-ə gəlib, yəni azalıb. Onda mənim cavabım mütləq mənfi olmalıdır. İndi gəlin fiqurun sayəsini tapaq. Deməli, kiçik oturacaq 2 trapesiyadır, böyük oturacaq 4. Bölünsün 2, vurulsun. Deməli, 2. Bu da mənə nəyi verəcək? Deməli, 6-nı. Amma işarə olacaq mənfi. İşarə olacaq mənfi, çünki V azalırdı. Baxaq 6-ya. Verilmiş kütləli ideal qaz bir halından 2 halına keçdikdə 40 kilojoule iş görübsə, V2 həcmi tapın. Bax, A nəyə bərabərdir? 1-dən 2-yə gələndə həcm artır. Onda A iştirix nəyə bərabərdir? Burada P delta V. Deməli, mənim
İşi müsbətdir də. Çünki V artıb, ona görə də iş müsbətdir. Gəl yazaq yerinə. P 200'dür. Düzdürmü? Vurulsun. V2 çıx V1. Yəni 0,6 çıxılsın V1 bərabərdir 40 kilojoule'a. Düzdürmü? Buradan alırıq 0,6 V çıxılsın V1 bərabərdir 0,2'yə. Buradan da V1'i tapıram, olur 0,4. Deməli, V1 həcmi olacaq 0,4. Verilmiş kütləli sözü varsa, burada M konstantdır. İdeal qaz bir haldan 2 halına keçəndə, baxın, rho azalır. Bir haldan 2 halına keçəndə rho azalır. Rho da V-nin tərs asıdır. Əgər rho azalırsa, onda V nə olacaq? V artacaq. V artırsa, onda ideal qaz müsbət iş görəcək. Daxil enerjini məndən soruşur. Yazaq. P bərabərdir. Rho RT bölünsün M. Baxın, rho azalır, P azalır. Onda T sabit qalmalıdır ki, P ilə P azalır, o da azalsın. Deməli, T sabitdir. Bu da bərabərdir 2'də 3, M bölünsün M RT. Temperatur sabitdirsə və verilmiş kütlələr dediyinə görə M sabitsə, onda daxil enerji dəyişməyəcək. Deməli, ideal qaz müsbət iş görəcək, daxil enerji isə dəyişməyəcək. Cavab B variantı. İndi baxaq 8-ə. Deməli, izotermik sıxılma. İzotermik sıxılmadırsa, baxın, T konstantdır. İzotermik sıxılırsa, T konstantdır. T konstantdırsa, V azalır. V azaldığına görə burada P nə olur? Artır. İzotermik genişlənmədirsə, yenə T konstant qalır. Genişləndiyinə görə V artırsa, P nə olmalıdır? Azalmalıdır. İndi deyir, qazın təzyiqi azalır. Qazın təzyiqi harda azalır? Genişlənmə prosesində. 2 getdi bura. Temperatur dəyişmir, hər ikisində dəyişmir. 2 yox, 1 yazmalıydım bura. Üzr istəyirəm, 1. 2 ortaqdır. Daxili enerji dəyişmir. Verilmiş kütləli dediyinə görə U bərabərdir 2'də 3, M bölünsün M RT. Dediyi temperatur dəyişmir. M də dəyişmədiyinə görə U da dəyişməyəcək. Ona görə 3 də getdi ortağa. Deməli, qaz xarici qüvvələr üzərində müsbət iş görür. Qazın gördüyü iş həcm artanda müsbət olur. Ona görə 4 getdi. Baxın bura. Düzdürmü? Sonra xarici qüvvələr qaz üzərində müsbət iş görür. Bu dəfə xarici qüvvə müsbət iş görür. Deməli, ideal qaz özü mənfi iş görür. Bu da sıxılma prosesində baş verir. 5 də getdi bura. 5, 2, 3, 1, 4 cavab Y variantı olacaq. Kütləli, ideal qazın üzərində gedən qaparı prosesin hansı hissəsində qazın mənfi iş görməsinə uyğundur? Qazın mənfi iş görməsi üçün, yəni H- mənfi olmalıdır. Bu zaman nə olmalıdır? V azalmalıdır. İndi gəlin proseslərə baxaq. Baxın, 4 ilə 1, 2 ilə 3. Burada V sabit qalıbdır. V sabit qaldığına görə burada iş görülməyəcək. Ona görə avtomatik. Deməli, 4, 1, 2, 3 prosesləri çıxdı. İndi baxaq 1 ilə 2 prosesinə. 1, 2 prosesinə baxsaq, P konstant qalıbdır. P konstant qalıbsa, T nə olur? Burada artır. Baxın, 1, 2 prosesində. Burada V də artır. V artırsa, artıq mənfi iş yox, müsbət iş görəcək. 3, 4 hissəsinə baxsaq isə, yenə P konstant qalıbdır. Amma T azalıb. Baxın, 3-4 hissəsində. T azaldığına görə V də azalacaq. Çünki düz asıdlarda P konstant olanda. Bizə də demişdik ki, həcm azalmalıdır. Ona görə cavab 3-4 C variantı olacaq. Deməli, sabit kütləli biatomlu ideal qaz üzərində gedən qapalı prosesin hansı hissəsində ideal qaz müsbət iş görür? Baxın, qazın müsbət iş görməsi üçün mütləq həcm nə olmalıdır? Artmalıdır. Baxın, indi 1-2 prosesinə baxsaq, P ilə T düz asıldı. Onda burada mütləq şəkildə V konstant qalıb iş görülməyəcək. Ona görə 1-2 biz götürməyəcəyik, çünki orada iş görülmüş. İndi baxaq 2-3 prosesinə. 2-3 prosesinə baxsaq, burada nə olur? P konstant qalıb. 2-3 prosesində P konstant qalıb. T nə olur? Artır. T artdığına görə də V artır. Deməli, 2-3 prosesi ola bilər. 2-3 ola bilər. Bunu yadda saxladıq. Deməli, burada ideal qaz müsbət iş görəcək. Sonra 3-4 hissəsinə baxsaqsa, burada isə 3-4 hissəsində T konstant qalıbdır. Düzdürmü? T konstant qalıbsa və P nə olur? Azalır. P azalırsa, T konstant olanda P ilə V tərs asıdır. Onda V artacaq. Mənə də V-nin artmaq lazımdır. Ona görə elə 2-3 və 3-4 mənim düzgün cavabım olacaq. Cavab B variantı olur. Baxaq 3-ə. PV koordinatlarında verilmiş kütləli ideal qazın halını dəyişmə qrafiklər göstərilmişdir. İndi görək nə olur. Baxın, 1-2 prosesi izoterm əyrisidir. Burada nə olacaq? T konstant qalacaq. Verilmiş kütləli dediyinə görə M də sabitdir, T sabitdir, onda daxili enerji dəyişməyəcək.
1-2 prosesində daxili enerji dəyişməyəcək. Məndən də elə daxili enerji soruşur, cavab Y variantı. Daxili enerji dəyişməyəcək. Deməli, verilmişlər ideal qazın dəyişmə halının dəyişmə qrafiki göstərilmişdir. Qazın gördüyü iş. Qazın gördüyü işi tapmaq üçün də baxın. Bu işbucağın sayısını tapmalıyım. Baxaq. Deməli, bura nə qədərdir oturacaq? 4 bölünsün 2 vurulsun. Düzlükdə 4. Nə qədər eləyəcək? Deməli 8. Düzdürmü? 8 eləyəcək. Amma baxırıq. Deməli bizim bir qaydamız var idi ki, baxın. Əgər saat əqrəbinin əksi istiqamətdə olarsa, bu zaman qazın gördüyü iş mənfi olacaq, xarici qüvvələrin gördüyü iş isə müsbət olacaq. Ona görə cavab olur D variantı. Baxaq 5-ə. 1 halından 2 halına keçərkən qazın gördüyü iş 60 joule olarsa, ideal qazın təzyiqini məndən soruşur. Bu da rahat düsturda bərabərdir. P delta V ilə tapa bilərəm. P-ni soruşur. V də delta V də 4-dür. Bərabərdir 60-a. Buradan P-ni tapırıq. Nə qədər eləyir? 15 kilopascal edir. Cavab olur B variantı.